Salam əziz dostlar. JP firması da Drive Sunglasses sırf sürücü eynəkdir. Bu eynəklərimiz bitmişdi. Bir 5-6 gündür reklamını eləmirdik. Yenidən gəldi, yenidən reklam edir və bilirsiniz ki, bu eynəklər hər adama çatmadı, qiymətdə endirimdədir. Demək, bir dolu paçka yenidən bu modelimiz gəlibdir. Bu modeli mən sizin üçün göstərmək istəyirəm. Demək, bunun üstünlükləri çoxdur. Gəlin belə baxaq, danışaq, həm göstərək. Demək, bu eynəyimiz palavinka eynəkdir. Bunun sarı hissəsi antifara rolunu oynayır. Palavinka hissəsi günəşdən qoruyucu rolunu oynayır. Demək, üzdən iri, dolu insanlar üçün nəzərdə tutulubdur bu eynək. Məsəl, üzdən arıq insanların üzündə böyük qalır. Düzdür, gecə vaxtı istifadə edəndə o qədər görünüşə üstünlük vermir insanlar, amma yenə də bunu gündüz də taxmaq olar. Bu, nisbətən üzdən iri insanlar üçün idealdır. Demək, bunun günəşli havalara nə edirsiniz? Nisbətən qabağa buraxırsınız. Düz baxdıqda bütün hissə günün qarşısını alır və qoruyucu funksiya edir. Yəni, palavinka, sanki maşının o öndə örtük var ya, qoruyucu örtük, həmin funksiyanı yerinə yetirir. Belə taxdıqda isə antifara rolunu oynar. Bu, işıqlandırır və çox aydın bir görüntü verir. Polaroid olduğu üçün çox şəffaf, işıqlı bir görüntü verir. Maşın işıqları gözə düşəndə, insanı incitəndə, narahat eləyəndə bundan istifadə edir, daha aydın, daha xoş görüntü görür. Demək, bu eynək insanlar var burnunun burasında əzik, burasında qırıq, BD, burnun üzü istəm əyirliyi ola bilər. Bu hissənin bu formada olmağı və görürsünüz, oynaq formada olur. Yəni, bura uyğunlaşır, üzdə eynək daha düz görüntü verir. Korpus olaraq dəmir korpusdur. Korpusumuz metaldan hazırlanıbdır. Elə bir insan var, bunun istəyir əysin, əyə bilər. Yəni, amma çox oynamamaq şərtində bir dəfə əyib istifadə edə bilərsiniz. Yəni, o zövqdən əsas olan bu. Bunun qara versiyası, ən çox olan versiyası budur. Bir də içində sayı az olan, amma görünüşü daha bağəti görsənən, belə qızılı bir model də var. Bu qızılı korpusundan da, dəmir korpusundan da bu hissəsində qara işləmə nə qədər funksiya, eyni funksiya yerinə yetirir. Bu eynəklərin şüşəsinin qara olanı da bizdə var, korpusu qara olan. Onları da günəşdən qorunmaq üçün istifadə edə bilərsiniz. Bu eynəklərin qiyməti 14,99 qəpiyə endirimdədir. Normalda 35 manat olan bu eynəklər. Bu JP firmasının internetdə axtarış verə bilərsiniz. Bu firmanın özünün bir saytı var. Orada eynəklərin satış qiymətinə də baxa bilərsiniz. Bir xeyli baha qiymətə satılır. Hər dəfə hər yerdə tapılan bir eynəkdir. Məsələn, siz bunu hansı bir yerdə axtarsınız, demək olar tapa bilmərsiniz. Bəlkə kimdəsə olar, ya olmaz. Amma bizdə bu eynək hal-hazırda mövcuddur. Sayımız gəlibdir. Bu bir qutudur. Bir neçə qutuda gözləyirik, gəlmə ehtimalı var. Belə bir modeldir. Alın, yararlanın. Atın maşınınıza, maşınınızda olsun. Elə bir məqamda lazım ola bilər ki, yəni gözünüz ağrıyar deyərik, çox uzaq yol gedərsiniz. Qarşıdan gələn işıqlar sizi çox narahat edir, alıb istifadə edə bilərsiniz. Çox sağ olun, var olun.